Salam dostlar, hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzinin 20 sınaq toplusundan ədəbiyyat fənni üzrə 3-cü sınağın suallarını izah eləməyə çalışıram. Mövzumuz İntibah dövrü Azərbaycan ədəbiyyatı 11-12-ci əsrlər. Birinci sualımız Xəqani Şirvaninin Gənclərə nəsihət şeiri haqqında doğru fikri müəyyən edin. Demək, burada 12-ci əsrdə əsr Azərbaycan türkçəsində yazılıb. Xeyr, Xəqani Azərbaycan türkçəsində yazmayıb, al səhvdir. Sonra tərbiyəvi mövzuda yazılıb. Bəli, testimizin cavabı B variantıdır. C-də müraciətlə başlayır, müraciətlə bitir. Müraciətlə başlayır, amma müraciətlə bitmir. Müraciətlə başlayanda deyir ki, fitnə törətməyi fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Elə başlayır, amma bitəndə deyir ki, qorun pis adamdan anla ki onlar, əqrəb tək kor olar, ilan tək lal kar. Müraciətlə bitmir. Müəllif sonuncu beytdə öz təxəllüsündən işlədir. Xeyr, sonuncu beytdən əvvəldə deyir ki, sənətdə tək olan bu Xəqanidən gəl incə mənalı sözlər eşitsən, belə deyir. Bir də süjetli şeirin ən gözəl nümunələrindən biridir. Hadisə danışılmır, burada süjet yoxdur, ona görə cavab B variantı olacaq. İkinci sualda Xəqani Şirvaninin Gənclərə nəsihət əsəri əsasında tərtib olunmuş cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunar? Məzmun xüsusiyyətləri, forma xüsusiyyətləri verilib. Əruz vəznində yazılmışdır. Şeirin hansı vəznində yazılması, hansı növdə yazılması, hansı şəkildə yazılması forma əlamətidir. Ona görə birin yerini dəyişəcəyik. Cavabın biri 1-dir. 1 ilə başlayan cavablara baxıb 1, 4, 1, 6 var. Burada digər tərəfə dostluğa möhkəm olmaq tövsiyə olunur, məzmundur. Nadanların tərifini aldanmamaq tövsiyə edilir, məzmundur. Lirik növdədir, formadır. Məsnəvi şəklindədir, formadır. Ağıl ən böyük xəzinə hesab olunur. Bəli. Cavabımız olacaq 1 və 6. Demək, D variantı. Şirvanın Gənclərə nəsihət əsəri haqqında yanlış fikirləri müəyyən edin. Demək, burada müəllif özünü bu sənətdə tək hesab edir. Bu doğrudur. Deyir ki, sənətdə tək olan bu Xəqanidən gəlincə mənalı sözlər eşitsən, əvvəlki testdə də demişdim bu beyti. Demək, doğru fikirdir. 1-i çıxırıq. 1 ilə başlayanları çıxırıq. B variantını çıxırıq. C variantını çıxırıq. 2-yə baxırıq. Boy-buxunun hündürlüyü ürəyin böyüklüyü qədər dəyərləndirilir. Xeyr. Deyir ki, boyun böyüklüyü deyildir. Hümmət böyük olsun, bir də ki, ürək. Yəni, orada fikir qarşılaşdırılır. Ona görə testimizin cavabı 2 ilə başlayır. Kiçiklərə nəvazişin böyüklüyü azaltmayacağı fikri. Deyir, bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Belə ifadə var. Ona görə da doğru fikirdir. Bu da yanlış axtardığımıza görə testin cavabı ola bilməz. 2 ilə başladığına görə 2-4 olacaq testimizin cavabı. Pis insanlar tülkü ilə müqayisə edilir. Deyir ki, qorun pis adamdan anla ki onlar, ilan tək kör olar, əqrəb tək lal kar. Ona görə testimizin cavabı 2-4. Tülküyə bənzədilmir. Şirvanın Gənclərə nəsihət əsəri əsasında uyğunsuzluğu müəyyən edin. Demək, ağıldan böyük bir ustad varmı? O bir qul yanında şagird olarmı? Bu var, uyğunsuzluq deyil, bu doğrudur. Dostluq cənnət çiçəyidir. Etibar cana dərmandırsa vəfa etibar, fitnəkarlıq edər onu tarimar belə deyir. C-də deyil. Fitnə elləri dərdə salan, fitnə törətməyi fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. O da deyil. E-də dedi, hiylə uğurludur, xoşsa əvvəli, axırda uğurlu kəsilir əli. Cavab B variantı. Davam edirik. Beşdə Şirvanın Gənclərə nəsihət əsərində verilən tövsiyələr. Demək, heç kimdən vəfa gözləməsən belə vəfalı ol. Bugün olmasa da kimsədə vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Cavabımızın biri 1-dir. Testimizin cavabı 1 ilə başladığına görə B və C variantlarını silirik. Nəsihətlərə qulaq as. Bəli, nəsihətlərə qulaq asmaq bir çox yerlər tövsiyə olunur. Ona görə testimizin cavabı 2 ilə davam edəcək. Sonra, nadanların da tərifini qəbul et, onları qırma. Yox, nadanlara tərif demə deyir. Onları qırma demir.
3'ü çıxdıq. Onsuz da 3'ü çıxmışıq. Övlad kimi hər zaman etibarlı ol. Bu da yoxdur. Belə fikir yoxdur. Pis adamlardan özünü qoru. Qorun pis adamdan. Sonuncu beytlər. Bayaqdan deyirik o beyti. 1-2-5 olacaq. Sənətdə hər zaman tək ol. Xeyr, sənətdə hər zaman tək ol demir. Deyir, sənətdə tək olan bu Xaqanidən gəlincə mənalı sözlər işitsin. Elə deyir. Sonra 6-da Gəncəvinin yaralı uşağın dastanı əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Uşağın dostu, uşağın düşməni, uyğunlaşdırma testidir, maraqlı testidir. Uşağı quyuya gizlətməyi təklif edir uşağın dostu. 1-ə A. Demin bura A yaza bilsək. Aha. Demək, yaralı uşağın atasını köməyə çağırır, uşağın düşməni. 2-ə B yazırıq. Sonra birgə fəaliyyət təklif. Uşağın dostu. Deyir ki, gəlin birlikdə gizlədək bunu. C. Sonra yaralı uşağı müalicəyə aparmağı təklif edir. Belə şey yoxdur, belə təklif edeyim. D variantı olmayan variantları seçəcəyik. D'ni itirdik. E'ni itirdik. C'ni də itirdik. Cavabımız A variantı olacaq. Çıxış yolunu tapır. Çıxış yolunu uşağın atasına xəbər verməkdə tapır. Demək, testimizin cavabı A variantı. 7-ci sual. Yaralı uşağın dastanı əsəri əsasında cədvələ uyğun fikirləri müəyyən edin. Demək, burada balaca bir test. Yuxarı eləyək. Yuxarı eləyək. Demək, uşaqlar həmişə dəcəllik etdiyi üçün zərər çəkmiş uşağa dərs vermək istəyirlər. Xeyr, belə şey yoxdur. Belə şey yoxdur. Ona görə biri çıxırıq. Biri çıxsaq A variantını çıxırıq. E variantını çıxdıq. Uşaqlar hadisə ilə bağlı xəcalətli qalmaqdan qorxurlar. Bəli, belə bir şey var. Nəticədə zərər çəkmiş uşağı quyuya atmaq istəyirlər. Testimizin cavabı 2 ilə başlayır. C variantını da sildik. Uşaqlar zərər çəkmiş uşaqdan intiqam almaq istəyirlər. Xeyr, intiqam almaq fikirləri yox idi. Bir şey yoxdur. Ümumiyyətlə, o barədə heç nə danışılmır. Uşaqlardan biri fəlakətin onun üzərində qalacağından qorxur. Uşağın düşməni. Nəticədə ata oğlunu yaranması haqqında məlumat. Testin cavabı D variantı. 8-ci suala baxaq. Nizami Gəncəvinin yaralı uşağın dastanı əsərinin ideyasına aid olmayan fikirləri müəyyən eləməliyik. Əslində burada ağılın dəyərindən danışılır da, ağıllı olmağın insana xoşbəxtlik gətirəcəyindən, insanı təhlükələrdən xilas edəcəyindən danışılır. Baxaq görün nə yazılır. Etibarsız dostdan ağıllı düşmən yaxşıdır. Aid olmayan fikirləri götürdüyümüzə görə bunu götürəcəyik. Etibarsız dost filan məsələsi. 1. Bir dəli bir quyuya daş atdı, 40 ağıllı çıxara bilmədi. Bu barədə məlumat yoxdur. Olmayanları da. Dost seçimində diqqətli ol. Bəli. Doğru fikirdir, ona görə testin cavabı olaraq götürülə bilməz. İstedadlı kör istedadsız ağıldan daha yaxşı görür. Yəni istedaddan da danışılmır. İstedadlı kör istedadsız ağıllıdan daha yaxşı görür. Bunu aid eləmək olar. Çünki dostu istedadsız ağıllı idi, yəni ki, yaxşı təklif vermir, amma istedadlı kör, yəni onun düşməni daha ağıllı fikirləşir, ona görə 4'ü götürmək olar. İnsan ancaq elm və biliklə ucala bilər. Elmdən, bilikdən danışmırıq, ona görə də cavabımız D variantı olacaq. Birin də doğru olduğunu bilib əvvəlcədən B, D, C variantlarını silə bilərdik. Gəncəvinin yaralı uşağın dastanı əsərində hansı hadisə daha əvvəl baş verir? Birinci uşaq yaralanır da, buradan başlayır. Atasının köməyə gəlməyi ən sondadır. Uşağın xəsarət alması B variantı. Çox yubanmırıq, amma yenə də baxa bilərik. Düşmənin qəti qərara gəlməsi sona yaxın, sonra atasının köməyə gəlir. Dostların qərarı xəsarət alandan sonra baş verir. Yoldaşların qəmə batması qərardan əvvəl baş verir. Demək, birinci olur B variantı, sonra E variantı, sonra D variantı, sonra C, sonra A. Bu şəkildə sıralanır. Baxırıq 10-cu suala. Rübainin məzmunu Sultan Səncər və Qarı əsərinin süjetinin hansı mərhələsinə uyğundur? Yolda darğa mənə rast gəldi dünən, əlində tutduğu çubuqla bəkdən döyürdü qəzəblə o bir qadını, tamaşa edirdi hər yoldan ötən. Yəni, darğanın qarnını döyməsi səhnəsi. Zaviyaska.
Ekspozisiya qarını Sultan Səncərin qarşısını kəsməsi, zülm edib bir qarıya çox vurmuşdular qan. O da Sultan Səncərin tutaraq yaxasından. Belə başlayır əsər. Bəli, Zabiyəska mərhələsi. Cavab olacaq E variantı.